Sınaq 20-dən başlayırıq. Birinci sual. Sürətinin zamanlı asılı qrafiki bu formada verilmişdir. Qüvvənin qrafini tapaq. Biz bilirik ki, burada sürət getsə neyinir? Artır. Sürət artırsa demək təcil var da burada. Bərabər yenilişən hərəkətdir. Düzdürmü? Təcil varsa qüvvə də var. Düzdürmü? Və biz bilirik ki, təcil həmişə nə olur? Təcilin qiyməti sabit olmalı deyil. Ümumiyyətlə təcilin qrafikini çəksək. Azərbaycan fizikasında təcil ya yuxarıdan sabit olur, ya aşağıdan sabit olur, ya da sıfırın üstündə olur bir mənalı şəkildə. İndi baxırıq, sürət müsbət və yenilişən hərəkəti olduğuna görə təcil müsbət və sabit olacaq. Cavab olacaq nə? Təcillə də qüvvə eyni bir kəmiyyətdə paylaşır. Yəni kütlə onları ayırır. Cavabımız nə olacaq onda? C variantı. Əla. C variantı davam edirik. Növbəti sual deyir ki, I vurulsun saniyənin, yox, amper vurulsun saniyənin kvadratı bölünsün, farad vurulsun 10. Ne eləyə bilərik? Əvvəlcə vahidlərin hərfini yazaq. I vurulsun T kvadrat bölünsün farad C vurulsun R. Yaxşı. Buradan ne eləyə bilərik? Baxaq bizə dəqiqə. I-nin yerinə U böl R yazsaq bizə bir şey verməz. C'nin yerine yazabilirdik. T'nin yerinə Q böl U yazaq. Yani U qalxsın sürətə. U qalxsın yuxarı. Sonra deməli buradan nə edəcək? I-U bizə nəyi verir? İşlə. Çürünü vermir mi? Aha. İtin birin, düz deyirsən. Deməli zamanın kvadratını ayıraq. Bir dənə T yazaq burada belə. İt bizə verir Q-nü. Bu Q ilə bu Q ixtisar gedir. Yerdə qalır. Bəli, U T bölünsün R. İ'ni verir. Aha. U böl R bizə I-ni verir. I vurulsun T bizə yenə nəyi vermiş olacaq? Elektrik yükünü vermiş olacaq. Tamamilə doğrudur. Əla. Davam edirik. Cismin sürətinin zamanı asılı qrafiki verilmişdir. Aşağıdakı fiziki kəmiyyətlər hansı və hansılar sabit qalır? İnşallah bu necə hərəkətdir? Bərabər yeyinləşən. Bərabər yeyinləşənsə sürət sabit qala bilməz. Impuls sabit qala bilməz. Kinetik sabit qala bilməz. Bərabər yeyinləşən hərəkətdə təcil nə ola bilər? Sabit qala bilər də, düzdürmü? Bəli. Onsuz təcil sabit. Amma indi getdikdən bax, yol tapmaq istəsən. Məsələn, bir saniyədən sonra yol bu qədər olur, düzdür? Bu fiqurun sahəsi. Tutaq ki. 2 saniyədən sonra olur ümumi bu fiqurun sahəsi. Getdikdən yolun qiyməti neyinir? Artır. Deməli, yol da sabit deyil. Sürət də sabit deyil. Yalnız nə sabit olacaq burada? Təcil. İşte birdən kütlə olsaydı, kütlə də sabit olardı. Qüvvə olsaydı, qüvvə də sabit olardı. Bizə verilən kəmiyyətlər arasında cavabımız olacaq. Yalnız və yalnız 2. Maddənin xüsusi üstünlüyünü təyin etmək üçün nədən istifadə olunmuş olar? Bir mənalı şəkildə yadda saxlayın ki, bunun cihazın adı nədir bizdə? Kalorimetrdir. Kalorimetr elə bir cihazdır ki, yəni bir qabdır belə deyək. Üzərində bölgülər var, həm həcmi ölçür, həm kütləni ölçür, həm də belə deyim, içərisində termometr var, temperatur ölçür. Yəni belə götürəndə bütün hamısını eyni anda birləşdirən bir cihazdır. Kalorimetr. Gəldik 5-ci sual. Bir izoxor prosesdir. İnşallah izoxor prosesdə həcm nə olur? Sabit. Həcm sabitdirsə, İş sıfır olur. İş. Bizdən də işi soruşur. İş. Biz demişik ki P delta V idi. Onda delta V olacaq bizdə 0. Delta V 0-dırsa işdə nə olacaq? 0. Cavab olacaq A variantı. Gəlirəm 6-cı suala. Bir diz kondensatın lövhələri arasındakı gərginlik 8 voltdur. İkinci kondensatın tutumunu hesabla. Yaxşı, burada tutum var, gərginlik var. Q-nü tapa bilərəm. Eləyəcək. DU. Neçə eləyəcək? 48. 48. Və vahidi çevirmirəm, onsuz hər şeyi mikrofaradla istəyir. İndi baxın uşaqlar, mənbəyin ümumi gərginliyi nə qədər verib bizə? Bura 8-dirsə, bura nə qədər olacaq? 12. Əla. Q-ümüz var, U-umuz var. Seni tapa bilərəm də. C bərabərdir. Q bölünsün U-dan. Cavab eləyəcək 48 bölünsün 20. 12. O da 4. Cavab olacaq 4 mikrofarad. Davam edirik 7-ci məsələ ilə. Deyir ki, qayışlı ötürmə ilə sürüşmədən fırladan disklərdən A diski 16 dövr edirsə, B diskini isə dövr edər. Yaxşı, biz bilirik ki, qayışlı ötürmədə əsas bərabər olan kəmiyyətlər nədir bizdə? Sürət. Sürətlər bərabər. Bəli. VA bərabərdir VB-yə. Yaxşı, gəlin bunların düsturunu yazaq.
Dövrlərin sayına olan bir düstur yazıram. 2 pi r n bölünsün t. Bu birinci için yazıram. A'sı. R-A yazaq. Bir de N-A yazaq. Bərabərdir. 2 pi r b n b bölünsün t. İndi bax. Eyni zamandır. Yəni zaman müddətləri eyni olacaq. Bunlar gedir. 2 pi'lər gedir. Yerdə qalır R-A vur N-A. Bərabərdir. R-B vurulsun N-B. İndi gəlin qiymətləri yerinə. A-nın radisi nə qədərdir? 2. 2. Dövrlərinin sayı 16. 16. Bərabərdir. B-nin radisi 8. 8. Vurulsun NB. 8-dən 16-na aparıram qalır burada. 2. 2 vur 2. 4. Elə də 4 dövr. Cavab oldu C variantı. Gəlirik bura. Deyir ki, dairəvi tezlik, yəni omegası 3'dür. Omega bərabərdir 3. Riyazi rəqqas deyir ki, bir nöqtəsindən 2 vəziyyətindən nə qədər vaxta gələr? Bax, buradan bura gələn vaxt soruşur. Yaxşı, gəlin biz əvvəlcə omega varsa periodu tapmağa çalışaq. Omeganın düsturu nətərdir bizdə? 2 pi bölünsün t. Əla, bərabərdir 6-ya. Üzr istəyirəm 3-ə. Yaxşı, buradan periodu tapsam, t bərabərdir. 2 pi'miz neçə eləyir? 6. 6. Bölünsün 3. Neçə eləyəcək? 2. 2. İndi baxın uşaqlar. Bu 2 saniyə nə deməkdir? Yəni 1-dən çıxacam, gələcəm 2-yə, təzədən qayıdacam 1-ə. Ümumi bu vaxt nə qədərdir? 2 saniyə. Onda bir dənə getməyə nə qədər vaxt sərf olunur? 1. 1 saniyə. 1. Axşamınız xeyir müəllim. Axşamınız xeyir olsun. Salam, salam, axşamınız xeyir olsun. Yorğun deyirsiniz uşaqlar? Biraz mən. Belə də mən. Narahat olmayın, sizi əziyyət salmayacağım. Özüm izah edəcəm bu günləri. Davam eləyək. 20-ci sınavın 9-cu sualına qədər gəlmişəm. Buradan yəni dinləyin, ondan sonra əlavə lazım olan sualları verərsin inşallah. Deməli 9-cu sualda deyir ki, verilmiş metal üzərinə düşən işığın dalğa uzunluğu sabit qaldıqda, onun səthində qopan filtr elektronuna maksimal kinetik enerjisinin düşən işığın intensivliyi. İnşallah demişik ki, kinetik enerji işığın intensivliyinin aslı Değil mi? deyil. İşıq kvantı. Davam edirəm onun sualından. Deyir ki, iki kürəciyin A nöqtəsində yaratdıqları elektrik sahəsinin yekun intensivliyi Y-dir. Kürədişlərin işarələrini müəyyən elə. İnşallah yekun intensivliyin belə olması üçün intensivliyin X toplananı bu yüz olmalıdır. Y toplananı bu yüz olmalı. İndi bax. Bu X toplananı Q1'in intensivlik xətti özündən neyləmiş oldu onda? Tutmuş oldu. Yani müsbət. Onda Q1 necə yüklüdür? Müsbət. Müsbət. Aha. Q2'də neyləmiş oldu özünə? Onda bu nə olacaq? Mənfi. Deməli Q1 müsbət, Q2 mənfi. Cavab olacaq D variantı. Gəlirəm 11-ci suala. Deyir ki, 3 kiloqram yüklü və 70 Newton qüvvənin təsirli tarazlıqda aşağı dartılır. Və bizim 3 kiloqram olduğuna görə aşağı 30 Newtonluq qüvvəni göstərək və 70 Newtonda F qüvvəsi dartır. Deyir bu zaman ipin gərilmə qüvvəsi çox sadə. Aşağı yönlən qüvvələrlə yuxarı yönlən qüvvə bir-birinə nə olmalıdır? Beraber. Bərabər. Cavab olacaq 100 Newton. Bəli. Davam edirik. Verilmiş kütləli ideal qaz üzərində gedən proseslərdən qrafiklə verilmişdir. Hansı prosesdə qazın sıxlığı artır? Şöyle xatırlayaq, gəlin belirləyək. Deməli, rho bərabərdir, n bölünsün v ilə görə gedə bilərikmi? Bəli. Qazın sıxlığının artması üçün V həcmi eləməlidir. V azalma. Bəli. V azalmalı. Gəlin baxaq görə V harda azalır. Bax 1-3-də P ilə T düz mütənasib olduğuna görə V nədir burada? Sabit. Sabit. Deməli 1-3 olan cavabların hamısını silirəm gedir. 1-3'lər getdi. Sonra gəlirəm nəyə? 1-2-yə baxıram. 1-2-də nə sabitdir? T sabitli P artır. P artırsa həcm neyi deməlidir? Azalmalıdır. Mənə də həcm azalmaq lazım. Deməli cavabımızın biri 1-2-dir. Evet cevap çıxır. Onda belə çıxır ki 1-5 səhvdir də, düzdürmü? Bəli. 1-5-i də atdım getdi. Hə, cavab çıxıb onsuz amma yenə bir dənə baxaq. 1-4-ə baxıram. 1-4-də nə sabitdir? P sabit. P sabitdir. Temperatur neyinir? Temperatur Artır. artır. V de artır. V də artır. Ona görə bizə lazım deyil. Cavab olacaq 1-6. Cavab oldu D var inşallah. Zürə hesab edin. 13-cü məsələni davam edirik. Deyir ki, voltmetrin göstərişi nə qədərdir?
Baxın uşaqlar, EHG-ni bizə verib 36. Kiçik yeri verib bizə 1. Xarici müqamətə baxıram. 2 ilə 2 bir-birinə paraleldir. Ümumi nə qədər eləyəcək? 1. 1. 1. Bu 1 ilə bu 2 bir-birinə ardıcıldır. Neçə eləyəcək onda? 3 mənim. 3. Yaxşı. Bizim düsturumuz U-nu soruşur birdən. U bərabərdir I vurulsun R-dir. Tam dövrə olduğu üçün I-nin yerinə yazılan epsilon bölünsün R plus R. Vurulsun bir dənə də R-imiz var. Düzdürmü? Bəli. Bərabərdir. Epsilonumuz 36. Xarici müqavimətimiz 3. Bölünsün 3 üstə gəlinsin 1. 3 üstə 1 eləyir 4. 4 ilə 36 qısa gedir qalır 9. 9 vurur 3. 27. 27 bu. Daha oldu şey var. Gəlirəm 14-cü suala. Bir şəkildə elektrik dövrəsi verilmişdir. Ampermetrin göstərişini hesablayaq. Yaxşı. Ampermetrin göstərişini hesablamamışdan qabaq bizə dəyişən dövrə olduğu üçün, tam müqavimət lazımdır. Tam müqavimətin düsturu bizdə nətərdir? Kök altında Sen x sev çıxılsın XL minus XL'nin kvadratı. Burada fərqi yoxdur. XL XL yaza bilərsən, XL çıxılsın XL. Çünki kvadrat sonsuzdur. Yəni ikinci cavab müsbət olacaq. Bərabərdir. Kök altında. Erimiz neçədir? 3 mənim. 3'ün kvadratı. Üstə gəlinsin. XL'imiz 4. 12. 12 oldu. XL'imiz 8. 12 çıx 8'in kvadratı. İnşallah bu neçə eləyəcək ümumcavabımız? 5 eləyəcək. 5 eləyəcək. Aferin. Bizdən inşallah ampermetrin göstərişini istəyir. Yəni I maksimalı yox ha. Nə istəyir bizdən? Yəni ampermetr, yəni təsirci qiymət soruşur. Bəli. Mən onda U bölünsün Z yazacağam. Yəni U bölünsün ümumi müqam. Yaxşı. U maksimal burada neçədir? 20. 20. Aha, U neçədir onda? 20. 20. 20'nin özü. Çünki tapanda köşaltı 2'ye bölürüz. Bəli. Onda U'muz oldu 20. Müqaviməti tapdım 5 10. Böləndə neçə eləyəcək? 4. 4. 4 10. Tamamilə doğru. Gəlirəm bura. Deyir ki, çəkisiz yaylardan asılan elastik qüvvələrə hansı yüklər asılmışdır? Elastiklik qüvvələr arasındakı hansı münasibət doğrudur? Uşaqlar baxın, bu yayı dartan bu cisimlərin ağırlıq qüvvəsi, düzdürmü? Birinci halda ağırlıq qüvvəmiz mg'dir. Bəs ikinci halda 3 mg. Və belə çıxır ki, bunu tarazda saxlayan elastiklik qüvvəsi elə ağırlıq qüvvəsinə nə olmalıdır? Beraber. Onda birincidə olur mg, ikinci olur 3 mg. Hansı böyükdür? 3'müş. 3 mg. Deməli 2 birdən 3 dəfə nədir? Çox. İşte. Böyükdür. Yəni burada K'lara getmir uşaqlar. Bir şey yata saxlayın. K'sı böyük olanın uzunluğu kiçik olur, az olur. K'sı az olanın uzunluğu nə olacaq? Çox olacaq. Yəni nəticədə siz K ilə müqayisə edə bilməzsiniz. Çünki uzunluq haqqında məlumatınız yoxdur. Ən gözəli mg'yə bərabər götürüb hesablamalı. Gəlirəm 16-cı sualına davam edirəm. Deyir ki, yanacağın yanması zamanı ayrılan istilik miqdarının, Q'nün xüsusi yanma istilik qrafiği verilmişdir. Kütlənin ən kiçik qiyməti. İnşallah biz bilirik ki, düsturumuz Q bərabərdir. Q vur M'dir. Buradan M'i tapanda olur bizdə Q bölünsün Q. Kütlənin ən kiçik olması üçün məxrəcin böyük, sürətin kiçik qiymət lazımdır. Q'nün ən böyük qiyməti hansıdır burada? Bax bu hissə. İndi böyük Q'nün ən kiçik qiyməti hansıdır? Bax kiçik qiymətləri. Bir burada var, bir də burada. Ən kiçik qiymət bura uyğun gəlir. İkisinin kəsişməsində hansı nöqtəyə düşür? 4 nöqtəsi. Əla. Deyir ki, aşağıdakı xəttlərdən hansı maqnit sahəsinin qüvvə xəttlərinə məxsus deyil? Uşaqlar, maqnit sahəsinin qüvvə xəttləri də xatırlayaq. Biz demişik şimal N, cənub S. Xəttlər N-dən çıxır, S-ə nə inir? Daxil olur. Daxil. Bəs daxildə nə baş verir? İstediğin. Daxildə isə S-ə inir. Və belə çıxır ki, nə başlanğıcı var bu xəttlərin, nə də Son. ona görə də bu sahəyə deyirlər qapalı sahə. Yəni burulğanlı. Yəni qapalı oldu da düzdürmü? Yəni nə başlanğıcı var, nə sonu. Burada birincidə yazır ki, qüvvə xəttləri qapalı deyil. Amma bizə nədir? Kapalı. Qapalıdır. Deyir ki, qüvvə xəttləri kəsiləndir. Sizə kəsiləndir, yoxsa tamdır, bütövdür? Tamdır. Tamdır. Onda bir ikini silirəm. Qalır yerdə nə? Mən məxsus deyil soruşur. Onda 1-2 deyil. Hə, məxsus deyil soruşursa, bəli, cavab olacaq. Yalnız səhv olanına götürəcəm 1-2. Aha. Sonra 18-ci sual deyir ki, optik qüvvələri 5 və 2 olan iki paralel lins arasında məsafə nə qədər olmalıdır ki, onların bir üzərində düşən. Uşaqlar, bax bu sual, biz deyimdə çox işləmişik bu sualdan. 2 dənə toplayıcı linsə götürürəm. Deyir ki, elə edin ki, yəni bu nə baş optik ox keçirək bu mərkəz. Elə edin ki, deyir.
birinci linzaya paralel gələn şua sınandan sonra ikinciden də paralel çıxsa. Onda deyir ki, bunlar arasında məsafə nə qədər olmalıdır? Bax, bizdən bu məsafəni soruşur deyini. İndi baxın, paralel gələn şua sınaraq hardan keçir? Nöqtəsini. Təpə nöqtə, fokus nöqtəsini, düzdürmü? Onda buradan bura nöqtə. Bizdə F1 verəcəkmi birincinin fokus məsafəsini, düzdürmü? Bəli. Bəli. Yaxşı, ikinciden paralel gəlirsə, onda ikincinin hansı nöqtəsindən gəlməli ki, paralel getsin? Yenə fokusdan gəlməli deyil. Bəli. Aha, bəli. Deməli, bu nöqtədə F2-nin fokusudur. Onda belə çıxır ki, D məsafəsi bizə nəyə bərabərdir? F1 plus F2. Əla. Biz də bilirik ki, optik qüvvənin düsturu D bərabərdir 1 bölü F. Yaxşı, F-i tapdan burada. 1 bölü Onda olacaq ki, 5-də 1, üstə gəlinsin 2-də 1. Bu da edir bizə neçə? 10-da 7. Yəni 0.7. Tamamilə doğrudur. Davam edirik 19-cu sualla. Deyir, kütləsi 2 kiloqram olan cisim tərpənən blok vasitəsilə bərabər sürətlə qaldırılır. Blokun sürtünmə qüvvəsi 5 Newton varsa F qüvvəsini hesablayır. Yaxşı, bura F-dirsə, fırlanıb burada F yaza bilərəm. Və biz bilirik ki, tərpənən blokda 2 hissədən sürtünmə qüvvəsi göstərir. Bir buradan, bir buradan. Sürtünmənin qüvvəti nə qədər uşaqlar? 5, 5. Ağırlıq qüvvəmiz nə qədərdir? 20 Newton. Ay, sağ ol. İndi yuxarı yönlən qüvvələrimiz hansı? Neçə qüvvəmiz var yuxarı yönlən? 2 F. Aşağı yönələn nəyimiz var? Bir dənə 20'miz var. 2 dənə də 5'imiz var. 2 dənə də 5'imiz. Onda 2 F bərabərdir 30. F bərabər neçə olacaq? 15. 15 Newton. Cavab olsa C variantı. Davam edirik. Birinci ismaqit sahəsində deyir ki, indüksiya xətlərinə perpendikulyar dairə EHG-nin qrafiki verilmişdir. Sürətin qrafiki. Ümumiyyətlə EHG-nin qrafiki düsturu belədir bizdə. B, V, L, sinus, alfa. EHG ilə V necə mütənasib uşaqlar? Düz mütənasib. Onda EHG bu formada yayılırsa, sürət də belə yayılacaqmı? Bəli. İndi bu necə hərəkət deməkdir? Bərabər sürətli təcil. Bərabər. Onda təcilini alacaq 0. Cavab olacaq tam doğru. Sonra 21. Bir həcmi 6 olan cismin 3'də 1'i batır. Onda batan hissənin həcmi nə qədər uşaqlar? 2 metrin kub olacaq. Bəli. 6'nın 3'də 1'i. Oldu 2 metrin kubu. Yaxşı, Arkimedin düsturu nətərdir bizdə? Roma'yı. V batan. Mayemiz 1000, vur 10 ve batandaki bizde tapdıq 2. Hesablasam neçə eləcək? 20 kilo Newton. Cavab olacaq Y var. Gəlirəm 22-ci suala. Bir cis mağız sahəsində yerləşdirilmiş Wilson kamerasında. Wilson kamerası ümumiyyətlə uşaqlar zərrəciklərin hərəkət trayektoriyasını izləmək üçün olan bir qurğudur. Doymuş buxar əsaslanır iş prinsipi ilə. Bax, doymuş buxar. İnşallah izah edəcəm onu gələcəkdə. Deməli, alfa hissəcik və alfa hissədə daxil olur və K trayektoriyası üzrə hərəkət edir. Alfa zərrəcik K trayektoriyası üzrə hərəkət edir. Bax, bu alfadır. Deyir ki, bu sahəyə daxil olan proton hansı trayektoriya üzrə hərəkət edir? Gəlin bir dənə baxaq görək. Bu istiqamətə daxil olursa, alfada müsbət güclü zərrəcikdir bildik, düzdürmü? Alfa nəyə bərabərdir? Helium 2, 4. Proton necə güclüdür? Protonu da göstərək. Proton necə yazılırdı? H1, 1. Hər ikisi müsbət olduğuna görə. Əgər alfa sola gedibsə, proton da sola gedəcəkmi? Bəli. Onda buradan 3'ün üstündən, 4'ün üstündən və 5'in üstündən xətt çəkilir. Qalır gedəcəyimiz 1 ilə 2. İndi baxıram nəyə? Bu 1 ilə 2'nin nəyə fərqlidir uşaqlar? Radius. Ay sağ ol. 1 ilə 2'nin radiusları fərqlidir. Gəl onda biz bunların radiusunu tapmağa çalışaq ki, görək bunların radiusu. Aha. Radiusları görə necə olur? Baxaq indi. Biz ümumiyyətlə bu mövzuda Q, V, B bərabərdir M-a. Lorentz qüvvəsi ilə əvəzlədici qüvvəni bir-birinə bərabərləşdirilir. Onda A-nın yerinə yazılan V kvadrat bölünsün R. Buradan V-nin biri tutar gedir. Qalır nə? QB bərabərdir MV bölünsün R-ə.
Radiusu tapsan buradan nə olacaq? R bərabərdir. MV bölünsün QB. Deyir ki, maqnit sahəsində deməli B-lər eynidir. Bu sahəyə görə eyni sürətlə, həmin sürətlə deyir uşaqlar. Baxın uşaqlar, sürət eyni, maqnit sahəsi eyni. Yerdə nə qalır bizdə? M bölünsün Q. Yaxşı. Alfanın kütləsi nə qədərdir uşaqlar? Alfanın kütləsi nə qədərdir? Heç kim deyə bilməz. Şey müəllim. Ay bala, kütlə yük göstərən nədir? Yuxarıcıdır. Hə, yuxarıda. Yükü nə qədərdir bəs? 2 deyil. Onda 2-dir. Aşağı küyünü göstərir, yuxarı kütləni göstərir. İndi proton üçün danışsaq. Yükü nə qədər olacaq? Kütləsi üstünə. 1. Yükü də olacaq 1. İndi baxaq. Biz alfa üçün, alfa üçün yazsaq. Bizim düsturumuz M böl Q'dir. Olacaq 4 bölünsün 2. Neçə eləyəcək? 2. 2 metr. Bəs proton üçün yazsaq 1. 1 bölünsün 1, 1. Deməli onda belə çıxır ki, alfanın radiusu protondan nə olur? 3. Böyük. Əgər alfa K'dan fırlanırsa, baxın, alfa K'dan fırlanırsa, proton hansı olmalıdır? Birdən fırlamalıdır mı? Birdən fırlama təbii ki. Və belə də yadda saxlaya bilərsiniz ki, alfanın radiusu həmişə protondan böyük olacaq. Yəni maqnit sahəsi nöqtə olsa da belə, yenə alfanın radiusu protondan nə olacaq? Böyük olacaq. Yəni bunu bir məna şəkildə yadda saxlaya bilərsiniz. Davam edirik 23-cü sualla. Deyib, düz xətli hərəkət edən 5 kiloqram kütləli simin tədilinin proqramda nasıl qraf verilmişdir? Simin impuls dəyişməsinin modulunu hesablayaq. Kim nəsə fikir söyləyə bilər mi burada? Delta P-ni soruşur bizdən. Delta P bizə nəyə bərabərdir? FT. F vurulsun T. P. Bu qrafiki biz FT qrafikinə çevirə bilsək, sahə taparıq gedərdə düzdürmü? Bəli. Uşaqlar, tədil 400-ə qüvvə neçə eləyəcək MA-dan? 20. 20. Bunu eləyirəm 20. Və başlayıram nə eləmək? Fiqurun Sayəsində. sahəsini tapmağa. Olacaq onda. 2, üstə gəlinsin 4, bölünsün 2 vurulsun 20. Bəli. Neçə eləyəcək bu da? 6 bölü 2, 3 vurulsun 20 eləyəcək 60 kiloqram vurur, metr bölünsün saniyə. Aydındır uşaqlar, necə elədik? Bəli, bəli. İnşallah ki aydındır. Sonra dalğa uzunluğu deyir 1,6 metr olan dalğanın eyni fazla rəqs edən 2 nöqtə ən yaxın nöqtəsi arasındakı məsafə. Şöyle bir dənə dalğa çəkək. Bax, bizdə deyir ki, iki eyni fazada rəqs eləyər. Biz elə nöqtə götürməliyəm ki, eyni anda qalxsınlar, eyni anda nə eləsinlər? Ensinlər. Bax, A nöqtəsi indi getsə nə edəcək bu nöqtə? Aşağı düşəcək, düzdürmü? Bəli. Onda B nöqtəsi aşağı düşəcək. Bəli. Bəli. Mən amma burada tipi C nöqtəsi götürsəydim, A aşağı düşəndə C hara qalxacaqdı? Yuxarı. Bunlar eyni faza sayıla bilər sizcə? Xeyr. Deməli, eyni faza olması üçün iki dənə elə nöqtə götürməliyəm ki, eyni anda qalxsınlar, eyni anda düşsünlər. Və bir də deyir ki, bunlar arasındakı məsafəni tap. Uşaqlar, bunlar arasındakı məsafə nəyə bərabərdir? Bax, bu iki nöqtə arasındakı məsafə. Liyamda. Liamda nə qədər verib? 1.6. Cavab onda nə olacaq? A variantı. Bəli. Aydındır. Aydındır. Gəlirəm 25. Deyir ki, meyl bucağı 45 dərəcə olan mail müstəvizlə sabit sürətlə yuxarı qaldırılır. Sürtünmə əmsalı 0.6 oldu bilər və mail müstəvinin faydalı şəmsalını hesablayır. Gəlin baxaq. Bir dənə mail müstəvi çəkirəm. Və bizə verib bu bucağı 45 dərəcə. Və burada bir cisimimiz var. Uşaqlar, cisimi aşağı dartan qüvvə həmişə nə olurdu? MC sinus. A hesabı. Deməli, mg sinus alfa. Deməli, yuxarı qaldırılırsa, bunu dartan müəyyən bir qüvvə var. Onda sürtünmə hansı tərəf olacaq? Aşağı. Yuxarı gedirsə aşağı olacaq. Əla. Sürtünmə də olacaq bu istiqamətdə. F sürtünmə. Yaxşı, gəlin nə sürtünmənin düsturu xatırlayacaq. Sürtünmənin düsturu nətərdir? MC. Müəmci ola bilməz. Müəyyən. Müəyyən.
Yaxşı, burada n nəyə bərabərdir? Kosinüsün MC kosinüs alfa. Ay, sağ ol. mg kosinüs alfa. İndi nə oldu düsturumuz? Mü MC kosinüs alfa. Mü mg kosinüs alfa. Tamam. Yaxşı, bizdən soruşur nəyi? Faydalı iş əmsalını hesabladır. Şala, faydalı iş əmsalının üstü nətərdir? A faydalı böl A tam vurulsun 100%. Vurulsun 100%. Yaxşı. Faydalı işin yerinə biz nə yazırıq həmişə? MCH. mg vur h. Tam işin yerinə Efil. f Minus vurulsun l. Bəli. Vurulsun 100. Bərabərdir. Yuxarı ilə işimiz yoxdur. Qoy qalsın. mg h böl l'in yerinə nə yaza bilərik? Bax, bura h yazır, burada l yazsa. Mən V yazab. Yox, h böl l. Katetin hipotenuza nisbəti, qarşı katetin hipotenuza nisbəti. Sinüs alfa. Sinüs alfa. Bölünsün. F qüvvəmiz nəyə bərabər uşaqlar? F'imiz nəyə bərabərdir burada? Bax, bu məsələdə. MC sinüsünə sürtünmən zəminə. mg sinüs alfa ilə mü mg kosinüs alfanın cəminə. Gətirək yerinə yazaq. Deməli, mg sinüs alfa ilə mü mg kosinüs alfanın cəminə. Uşaqlar, 45 dərəcədə kosinüsünə. Bəli. Mən dedim MC'nin ortaq məxrəci. İndi mg'də mən ondan qabaq. Uşaqlar, 45 dərəcədə sinüslə kosinüs bir-birinə nədir? Bərabərdir. Onda mən bunun əvəzində sinüs yaza bilərəm də istədən. Yəni, mötərizə xərcini çıxarmağa gedirəm. Bəli. Onda buradan mg sinüs alfa mötərizə xərcini çıxarıb ixtisar aparsam, 1 bölünsün, 1 üstə gəlsin sinüs alfa qalır mı? Bəli. Vurulsun 100%. Bərabərdir. Bir üstə gəlinsin mü sinüs alfa. Sinüsləri çıxartdıqlar mən. Hə, 1 plus mü. O da olacaq 1 bölünsün, 1 üstə gəlinsin. Müyümüz nə oldu? 0.6. Vurulsun 100. Bu da neçə eləyəcək bizə? 100 bölünsün 1.6. 1000 bölünsün 16. 4'e kadar yaparsam neçə eləyir bunlar? 250 bölünsün 4. 250 bölünsün 4. Bu da eləyəcək bizə 62.5. 62.5 var. Aydındır uşaqlar. Bəli. Əla. Son maraqlı məsələdir əslində. Yəni bir neçə mövzunu birləşdirir, xatırlayırsan. Amma həlli də çətin bir şey deyil. Vaxt aparan da amma çətin deyil. Davam edirik 26 ilə. Bir rəqs konturunu 60 metr dalğa uzunluqlara köklənmişdir. Kondensat tutumu 4 dəfə azaltdıqda rəqs konturu hansı dalğalara köklənir? Uşaqlar, Thomson düsturunu xatırlayaq. T bərabərdir 2 pi Köş altında. L. Dalğa uzunluğunun üstünə tərdir bəs. Liam da bərabərdir. S vur. Əla. Onu gətirib yerinə qoysam 2 pi S vurulsun köş altında L S. Deyir ki, uşaqlar, bunun qiyməti neçədir bizdə? 60. Bəli. İndi deyir, tutumu 4 dəfə azaltdım. Köş altında. Uşaqlar, tutum 4 dəfə azalanda köşdə neçə çıxır? 2. 2 dəfə azalsa, dalğa uzunluğu 2 dəfə azalda neçə olacaq? 30. 30. Tamamilə doğru. Sonra deyir ki, kapillər borunun radiusunu 2 dəfə azaltdıqda kapillər borunun mayın qalxan hündürlüyü, həcmi və səthi gəlmə əmsalı necə? Ümumiyyətlə yatacaq inşallah səthi gəlmə əmsalı yalnız nədən asılıdır? Maddənin növü və temperaturuna. Temperaturdan uşaq tərs asılıdır. İndi baxın, onda belə çıxır ki, avtomatik 3-ə nə olacaq? Y olacaq da bunu qoyuram kənara. Biz bilirik ki, kapillər borda qalxan mayenin hündürlüyü üstünə tərdir. 2 sigma rho j r. Əla. İndi bir də deyir ki, radiusunu 2 dəfə azaltdım. Onda h 2 dəfə nə edəcək? Artıq. H 2 dəfə artar. Birə də oldu B variantı. Gəlirəm həcmə. Həcmin düsturunu gəl biləcək. mg bərabər sigma L-dən gedək. M-in də yerinə yazaq rho v. Bərabərdir sigma vurulsun 2 pi r. Buradan v-ni tapsam nə olar? S və 2 pi r sigma. Sigma bölünsün. Rho vur. J. J. Bax, sıxlıqla işim yoxdur. Sıxlıq sabitdir. J sabit. 2 pi sabit, sigma sabit. R ilə necə bir tənasibdir? Düzüm tənasib. Onda R artdığı zaman V-də nə inəcək?
Yox, azaltdıqdan V də nə edəcək? Azalt. 2 dəfə azalar A variantı. Deməli olacaq 1B, 2A, 3Y. Aydındır inşallah. Bəli. Aydındır. Davam edirik. Situasiya sualları ilə inşallah. Birinci sual çox sadə olacaq yəqin ki, nisbi rütubət aiddir. Nisbi rütubət ölçən cihazı nə idi inşallah? Bu cihazın adı? Xirometr. Xirometr. Əla. Baxaq uşaqlar. Qurunu verib bizə 21 T quru. Bircə saniyə. T quru bərabərdir 21. T yaş bərabərdir 18. Deyir ki, bu hansı cihazdır? Adı nə oldu bunun? Xirometr. Onunla hansı kəmiyyət müəyyən etmək olar? Nisbi rütubət. Nisbi rütubət. Sonra termometrlərin göstərişinə və cədvələ əsasında deyir hansı kəmiyyəti hesabla, həmin kəmiyyəti hesabla, yəni fini hesabla. Baxaq uşaqlar. Bax, qurunu buradan verir də, quru. Quru neçədir? 21. 21'dir. Quru nə yazır? Deyir ki, quru və yaşın fərqi verin. Hı. Fərq nedir? 3'dür. 74'den kəsilir. Bəli. Şaqil və perpendikulyar gətirirsən, üfüqi və perpendikulyar. Harada kəsilir 74. Deməli, həmin kəmiyyətin qiyməti neçə faiz imiş? 74%. 74. İndi bir də deyir ki, havanın 50 metr kub həcmində su buxarının kütləsini qramla hesablayır. Rho bərabər suala. Və Rho 0 verib bizə nə qədər? Yox, kütləsini deyir hesabla. M bərabər suala. Rho 0 da verib bizə 20 qram bölünsün metrin kub. Uşaqlar, fiil neçə tapdıq biz? Hə, fiil neçə tapdıq? 74. 74. Fi bərabərdir. Rho bölünsün, Rho 0 vurulsun 100 yaza bilərik. Bəli. Bəli. Orada Buradan Rho Rho- üstü. Aha. Fi vurulsun, Rho 0 bölünsün 100 yazacağıq. Yaxşı, fiimiz 74. Vurulsun Rho'muz 20. Yox, Rho 0'ımız 20. Bölünsün 100. Bu da bizdə neçə eləyəcək? 14,8 eləyir. Bəli. 14,8. Səhvimiz yoxdursa. İndi bizdən kütləni soruş. M bərabərdir Rho vurulsun V 14,8 vurulsun 50. Cavab olacaq nə? 0-la vergül aparıram. 148 vurulsun 5. 740. 740 qram edir. Hı hı. Hə, indi bizə də cavab ilə qramla soruşduğuna görə olduğu kimi nə edəcək? Saxlamış olacaq. Bəli. Evet. Bu sınağı özüm izah elədim. Növbəti sınaqda inşallah sırf səhvlərinizə baxacağım inşallah. Buyurun, indi səhvlərinizi verin baxaq ikinci sınavda. 21-dən. Müəllim, məndə 8-dən başlayır. Sən də 8-dən başla. 8-ə qədər? Yoxdur. Yoxdur. Bir də deyir ki, qüvvənin özünü hesabla. Bax, bu bizim iki nöqtə arasındakı düsturumuz uşaqlar. Bircə dəqiqə, niyə yazmaq olmadı? Hə, bircə səni burada. Hə, bizim düsturumuz nətər? İki nöqtə arasında düstur. Kök altında X olsun X. kvadratı, üstə gəl. X. X. Hə, bu düzdür. Yəni, bu riyazi üsuldur. İndi izah edəcəm necə aldığı. X çıxılsın, X 0. 4-dən 12 fərq neçə eləyir? 8. 8-in kvadratı. 64 kilo. İndi bax, 9-dan 3-ə neçə eləyir? 10'dur mənim cavab. D variantıdır. Təbii ki. Uşaqlar, bunu bu formada da baxa bilərsiniz. Yəni, heç bu düsturu bilmədən də bu hissəni tapırsınız əvvəl. Bura olur 6, 8, bura olur 6. Və bu üçlük bitonuzu tapırsınız. Hə, Aydındır. Bəli, bəli. Davam eləyək. 10 var mənim. 10. Kilogram vurulsun metrin kvadratı böl saniyənin kvadratı. Bu bizə işi verirmi? Bəli, bəli. Nə qəşəng bir şey olur. Joule bölünsün mol. Joule'un da yerinə nə yaza bilərik biz? İşin yerinə. Nü ertə yazsaq, nülər gedər, ertə qalar. Bizcə sənə görə nə yaza bilərik bura? Nüyünündür bu. Joule bölünsün. Deməli, bu bizə nəyi verəcək? Elə bil ki, çatışmayan nəsə var burada. Bax, əslində bu sualın özündə çatışmayan nədir? İndi xatırlayıram bura. Bura Kelvin yazılmalıdır bir dənə. Nə tənərmin? Ön kitabda da qeyd etmişəm Kelvin yazılmalıdır. Kelvin yazılmalıdır. Bəli, çünki
Hə, bu verir bizə joule. Joule hə, Kelvin vurulsun mol. Sonra bunun yerinə biz yuxarıda nÜRT yazırıq. Aşağıda olur ki nü vur T. Bəli. Nülər gedir, T'lər gedir qalır R. Çünki cavabda universal qaz sabitləşir. Bilirəm, burada səhv düşmüş uşaq. Kelvin düşmüyor. Hamında, yəni kimdə kitab varsa qeyd edə bilər. Onun sualda Kelvin yazılmalıdır. Yaxşı mən. Davam eləyək. 11'e bakabilirim. 11. Deyir ki, verilmiş kütləli ideal qazı qızdırdıqda atomlar orta kinetik enerjisi 3 dəfə artdı. Uşaqlar, kinetik enerji 3 dəfə artıbsa, onda temperatur neçə dəfə artacaq? O da 3 defa artacak. 3 dəfə. Onda yazıram. T2 bərabərdir 3T1. Deyir ki, qazın son temperaturu 900 oldu. Başlanğıc temperaturu hesabla. Hə. Onda bu bərabər 900 isə, onda T1 nə qədər olacaq? 300. 300. Evet. Все. Sonra 13. 13. Bəli. Deyir ki, radiusu 3 metr olan cismin dörtmə periodu 4 saniyədir. A nöqtəsindən D nöqtəsinə gələnə qədər yer dəyişmə orta sürətini hesabla. Bax, period 4 saniyədirsə hər ara neçə saniyə olacaq? 1 saniye. Və A'dan D'yə gəlmişəmsə mən neçə saniyə hərəkətdə olmuşam? 3 saniye. 3 4 saniyə. saniye. Yaxşı. 4-dən 3-ün getmişəm də, 4 saniyədə 3-ün getmişəm. Mənə deyir ki, yer dəyişməyə görə orta sürəti hesabla. Gəl biz yer dəyişməni hesablayaq. A'dan D'yə gəlmişəmsə yer dəyişmə bu olur, düzdürmü? Bəli. Və bura R, burada R. El çoxaltıda 2. Olur bizdən nə? R köşdə 2. Və R yox 3 verib də. 3 köşdə 2 yaza bilərəm onda. Bəli. Hə. Onda S-i də tapdığım ki 3 köşdə 2. Və orta sürəti soruşursa 3 köşdə 2 bölünsün 3, cavab olacaq köşdə 2. Hə. Sonra davam eləyək. Uşaqlar, bu temperatur nə temperaturu idi? Böhran temperaturu. Böhran temperaturu kimlə kim arasında xassə fərqi yox olurdu? Maye ilə. Konuş. Doymuşum. Bəs şeyh nöqtəsi? Yok doymamıştım. Doymayanla Doyam- doymayanla doyan arasında. Hı. Ha. Davam eləyək. Müəllim 23-cü sualı mən bilmədim ki, niyə səhv yazmışam. Yəni ona 22-yə baxacaq. 22-yə baxacaq. Fiqurun sahəsini tapıb sonra kütləyə bölməlisən. Ondan qabaq uşaqlar yoxdur ki. 21 var mənim. 21. Ülkə səndir bu. Bəli mən. Ülkə bugün baxmısan bu suala? Baxmışam ancaq həll eləyəmədim mən. Yaxşı. Deyir ki, qırmızı sərhəd tezliyi bu qədərdir. Yəni nü bərabərdir. İndi burada 10 vurulsun 10 üstü 14 yazır. Bunu 10 üstü 15 yaza bilərəm. Bəli. Aha. Deyir ki, düşən fotonun enerjisi nəyə bərabərdir? Bax, Y foton nəyə bərabərdir? Açıq istiqamətinin erkilişini çıxır. Y kinetikin əvəzinə Y ulənci yaza bilərəm. Bəli. Bəli. Bərabər. Açıqın yerinə yazıram H nü minimum üstə gəlsin Y uləngidir. Bərabərdir. H-ımız neçədir? 6.6 vur 39. 34. Nü minimumdakı bizdə 10 üstü 15. Üstə gəlinsin 1.6 vur 10 üstü məf 19. U-muz neçədir? 2. 2. Bərabərdir. Uşaqlar, məf 34 ilə məf müsbət 15 gedir neçə qalır? 29. 19. 19. Məf 19-u yuxarıdan çıxarıram. Yerdə qalır nə? 6.6 üstə gəlinsin 3.2. Bəli. O da 9.8. 9.8. 9.8 vurulsun 10 üstü məf 19 cavab olacaq D variantı. Bəli. Gəldik Fatimənin məşhur sualına. Deyir ki, Fatimə, cismin sürətini hesabla. Yaxşı, Fatimə, delta P biz bayaq yazdıq, impuls dəyişməsi nəyə bərabərdir? Qüvvə impulsuna. Və burada hasil varsa, qrafik varsa biz nə Sahə. tapmalıyıq? Sahə. Sahə. Yaxşı, sahəni tapaq. Mən 40 deyil. 2-də 1 AH. 2-də 1 vur 8 vur 10. Cavab elədik 40. Yaxşı. Delta P MV bərabərdir 40-dırsa, V nəyə bərabər olacaq? 20 metr bölünsün saniyə. Çünki kütləmiz 2-dir. Aydındır. Aydındır, bəli.
Sonra əvvəldə qalan suallardan. Qalmadı ki. Xeyr mi? Yox. Yox. Hemen. Geçdik 23, 24, 25. Verin uşaqlar. 25. Məndə də 25. Tezliklərini deyir müqayisə elə. Yenə uşaqlar bayaqçı düsturu yazıram. QVB bərabərdir MV kvadrat bölünsün R. V'lər gedir. QB bərabərdir MV bölünsün R. Yaxşı, QB bərabərdir. MV-ni atıram tezliyin olan düsturu. 2pi R N. Yaza bilərəm də belə sürətin düsturu. Bölünsün R. R'lər buradan nədir? İxtisar oldu. Getdi. Onda QB bərabər qaldı. 2 pi m vur n. Və n'i soruşur bizdən. N nəyə bərabərdir? QB bölünsün 2 pi m. İnşallah buradan b-ni qoyuram, 2 pi-ni qoyuram qırağa. Kənarda nə qalır bizdə? Q bölünsün m. Yaxşı. Alfanın yükü nə qədər idi? 4. 2. 2. 2. Kütləsi 4. 4. Elədi neçə? 2-də 1. Bəs protonunki 1 1 idi. 1. 1. Onda belə çıxır ki, protonu alfaya böləndə cavab nə olacaq? Yəni 1 bölünsün 2-də 1 neçə eləyəcək? 2. 2. Sonra 27. 27. Maqnit sahəsində hərəkət edən naqillərin induksiya EHG-nin düsturu bayaq dedim ki, epsilon bərabərdir B və L sinüs alfa. Sinüs 90 dərəcə qoyuram kənara. Birinci için yazıram. B-miz hamısı için eynidir. V-miz 2, L-miz 2. Buranda nə qədər eləyir? 4 B və L. Onda epsilon 2 nə qədər eləyəcək? B və L. Değil. B və L. İndi gəlin belə eləyir. Yəqin ki, bu 1-dir. Burada çapda səhv düşüb. Bu 2 olacaq. İndi fərqi yoxdur. Əsas bunu tapmaqdır. Onda 2-ni 1-ə bölürəmsə 4-də 1, 1-i 2-yə bölürəmsə 4. Aydındır. Bəli. Sonra situasiyalarda Yoxdur mən. 29. Fatimə 29. Deyir ki, uşaqlar, yekun U sabitdir. Və yekun U1 ilə U2 nəyinə bərabərdir? Cəmlə. Cəmlə. U1 plus U2. Onda belə çıxır ki, biri artanda o birisi neyinə məlki sabit qalsın? Azalma. 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 İndi gəlin bunu tapaq görə hansı artır, hansı azalır. Baxaq uşaqlar. Termistorun deyil, temperaturun azaltılır. İnşallah biz müqavimət, bir dənə demişik ki, metalların müqaviməti, bax metallarda müqavimət temperaturuna düz asılıdır. Biz qalan bütün hallarda müqavimət temperaturuna necə mütənasibdir? Tərs. Bəs. İndi bax, termistordur. Temperaturunu azaldanda müqavimət nə edəcək? Artacaq. Müqavimət artısa cəryan şiddəti nə edəcək? Azalacaq. Azalır. İndi qayıdıram bura. Bax, U1 bərabərdir bizdə. I vurulsun R. Bu R nə mənim işim yoxdur. R sabitdir. I neyləmiş oldu uşaqlar? Azalmış oldu. I azaldısa U1 nə edəcək? Azalacaq. U1 azaldısa U2 nə edəcək? Artacaq. Artacaq. Biri azalır, o birisi artar. Sonra qalmadı bu sınavda. Xeyr. Əla. Keçirik 22-ci sınava. Buyurun. İşləyənlər, səhvlərinizi deyin baxaq. 3-cü sual. 3. Bəli. Bunun çox balaxan yadınıza gəlir belə bir üsul demişdik biz. Bəli, bəli. Onda sahələr Sahələri toplayırdıq. S1 plus S2 sahəyə bölürdük də. su olana bölürdük. Bəli. Və neçə dəfə azalsa tədqiq o qədər dəfə azalır. Yaxşı. Soldakının sahəsinə S desəm, sağdakının sahəsi radiusu 2 dəfə çox olduğunu görə sahəsi neçə olacaq? 200. Yer kvadrat deyil uşaqlar. İndi bayılır, rezə dərsini çıxıb gəlmişsiniz bura. Radius 2 dəfə böyükdürsə, sahə 4 dəfə nə olacaq burada? B6. Gəlin yoxlayaq. S üstə gəl 4S bölünsün su olanın sahəsi 4S. Olacaq onda
5 bölünsün 4'e. 4'e. Bu da neçə edir bizdə? 1 tam %25. İndi bizdə nə istəyir? K nöqtəsində düşən təzyiq neçə pi olar? K nöqtəsində düşən təzyiq. Əslində cavabımız biz tapdığımız bu hissə içindir bəlkə də. Yaxşı, ən salamatı nədir onda? Dəqiq bildiyimiz yol yazaq getsin. Yaxşı. Hər şeyi qoyaq kənara, bu düsturu qoyaq kənara, bu düsturu bir də baxarıq. Mən cavab C idi. 4 bölünsün 5. Bəlkə biz səhv dedik. Aşağı cəmin yazmalıyıq, yuxarı özün. Yox, nəsə başqa şey deyir orada. Ana cavab 4 bölünsün 5-dir, yəni C. Hə, iltiqaca var. Bax, biz bilirik ki, suyun həcmi nə qədərsə, krant aslandan sonra nə olacaq? Eyni. Eyni. V əvvəl bərabərdir V son. Yaxşı, əvvəlcə suyun həcmini tapaq. Buranın sahəsi oldu 4S, düzdür? Hündürlüyü də 2H-dır. Əvvəlki həddimiz nə qədər olur onda? 8 SH. 8S vurulsun H. İndi hündürlüyü 2H-lə, kiçik H-lə işarələdiyimizə görə dəymirəm, qalır belə. İndi gəlin nə edirəm? Krantı atıram. Krantı atsam, bir miqdar su burada gəlir, düzdürmü? Bax, bir miqdar burada olacaq, bir miqdar da burada. Onda buranın sahəsi S idi, bura 4S-dirsə, hündürlüyü də işarə edirəm, uşaqlar böyük bir H-la. Bir H-la. Onda gəlin son həcmi tapaq. V son bərabərdir. Birinci qabın həcmi nə qədər olacaq uşaqlar? S, H. Üstə gəlsin, ikinci qabın həcmi 4SH. Nə qədər edir bu? 5 dənə SH. Biz dedik ki, əvvəllə son bir-birinə nə olmalıdır? Bərabər. Bərabər. Onda yazıram 8S kiçik H bərabərdir 5S böyük H-a. Bizə lazımdır sonraki hündürlük. Bax, bu H lazım ki, görə H nə qədər olsa təzyiq də o qədər olacaq. H nə qədər olacaq onda? 8S bölünsün 5S. Cavabını aldıq yenə. 8-i 5-ə bölünsə edir. 1.6. 1.6. İndi əvvəl, indi gəlin belə eləyək. P əvvəl. K nöqtəsinə düşən təzyiq nə qədər idi? Hündürlüyümüzə baxaq. 2. Rho J vur 2H. Sonra nə qədər oldu? Rho J vurulsun nə qədər tapdıq? H. 1.6H. Yaxşı, bu P-dirsə, bu nə qədər olacaq onda? Mənim 20 bölünsün 16 deyil. Hə, elə bir şey olacaq da tənasüb həll Hə, edəcək. onlar da ixtisar gedəndə elə 5 bölünsün 4, 4 bölünsün 5-dir də. Aha. 16 bölü 4 deyir əslən. Yox, bir də onu görə deyir ki, tənasüb düzgün həll edəcək. Buradan rho h-ları qoydum qırağa. Olacaq nə? 1.6 P bərabərdir 2x-a. X-a bərabərdir 1.6 P bölünsün 2-yə. Yəni 16 bölünsün 20. Bu da eləcək 4 P bölünsün 5-ə. Və bu belə deyim ki, qanunun yoludur. Bizim özümüz üçün qısa bir üst şey eləmişdik ki, çıxarmışdıq ki. Sahələri toplayırdıq əvvəl sahələri. Bölürdük su olanın sahəsinə. Bu da eləyirdi bizdə neçə? 5 bölünsün 4. 5 bölünsün 4 azalsa neçə eləyər? 200 bölünsün 125. O da 100 bölünsün 25. 4'də. 5'də 8 eləyir. 1.6. Yenə. Bəli, 5, 8. 1.6 dəfə azalır. Həmin şey gəl çıxır da elə. 1.6 biz bayaq yarımçı saxladıq. 1.6 dəfə azalır. Düzdür. Bəli. İndi bax 2-yə P-dirsə 1.6-ya da X olmalı. Başa düşdünüz? Bax bu biz prosta yarımçı saxlamışıq. Amma ən gözəl yolu bax budur. Həcmlərin sabit qalması. Davam eləyək. Mənim bir də 4'ə baxa bilərsiz zəhmət olmasa. 4 şəkil sənə qarşı gəldi ha, yoxsa necə? Düsturla mənim qoyub hesablamışam. Nə Cavab var 1 orada? almışam. Bir almışam, Bax. niyə hesablayıb bilmirəm. Acil dil birləşdirdikdə C1, paralel birləşdirdikdə C1. Bax,
S'nin üstü nətərdir? Epsilon. Epsilon 0 S böl D. Bölünsün D kvadrat. Gəl bunu bir Ha, dənə D. S ilə S0 ilə işarələyək. Aha. İndi ikincisini tapıram. S2 bərabərdir. Olacaq nə? 2 epsilon epsilon 0 S. Onda olacaq 4 dənə epsilon epsilon 0 S bölünsün 2D. Onda uşaqlar 2 ilə 4 getsə buna da 2S0 deyə bilərəm. Bəli, müəllim. Onda İndi 2-də gör 2-də nədir? 1 deyil. 2'də 1 niyə? Ha, üzr istəyirəm. S bölü 2. Yox, 2'si də. Yox, müəllim, cavabı deyirəm. Yox, heç cavabı hələ tələsməyin. Cavab da başqa şeydir. Deyir ki, ardıcıl birləşdirsə, tutuma, ümumi tutuma deyilən S1. Yaxşı, gəl S1 tapaq. Onda necə olacaq ardıcıl birləşəndə? İkisi 2S0 kvadrat bölünsün 3S0. O da olacaq bizdə nə? 2S0 bölünsün 3. İndi deyir bunu paralel birləşdirəndə isə S2 olur. Paralel birləşdirək. Bu S0, bu da 2S0. Onda ümumi tutumu S2 ilə yazsa neçə eləyəcək? 3. 3S0. Və bundan sonra deyir ki, S1 bölünsün S2. Yəni 2S0 bölünsün 3 bölünsün 9'da 3S0. iki. Yəni vurulsun 1 bölünsün 3S0. Bəli. 9. Cavab olacaq 9'da 2. Aydındır müəllim. Maraqlı məsələdir Fatimə. Yarıqlı getmədi amma yəni axıra qədər getmək lazım. Müəllim, mən deyəsə düstur səhv yazmışam. Saşı Ola burada bilər. D kvadrat ilə yazmışam. Epsilon epsilon 0 bölünsün D kvadrat. Olsun. Təşəkkürlü səhvlər eləməm bundan sonra. Davam eləyək. On bir. Müəllim, 8 var ora qədər. 8. 8. Bax. Biraz belə böyüdək. Cəryan buradan gəlir. Buradan keçdi. Qarşısına 2 dənə yol çıxır. Biri yuxarı, biri aşağı. Və buradan və bir də buradan. Gəlir birləşirlər, buradan gəlirlər. Gəlin bu dövrəni belə deyim də müqamətlə göstərək. Bu bizim mənbəyimiz. Qalxdım yuxarı. Bunu 4'ü göstərib bir dənə rezistorla. Rezistorla göstərəcəm. Bax gəldim bura. Qarşıma 2 dənə yol çıxdı. Bir dənə müqamətim yol yuxarıda var. Bir dənə müqamətim də aşağıda var. Düzdürmü? Sonra buradan keçəndən sonra bir dənə də müqamət burada fırlandı gəldi mənbəyə. Düzdür Fatimə? Bu şəkili ilə ki balaca bir formada keçirdim müqamətləri. İndi ki şəkildə mis elektrodlu və məhlul 4 elektrolitik vannadan ibarət. Hamısında eynidirsə, deməli bunların hamısı müqamətləri bir-birinə alacaq. Bərabər. Deməli bərabər olacaq. İndi Fatimə, bax biz buranın cəryan şiddətinə i deyirəm. Gələcək, buradan da i keçəcəkmi, düzdürmü? Aha, bəli. Qarşısında 2 dənə yol çıxır. Hərəsində müqaməti R-dir. Hərəsində nə qədər cəryan şiddəti düşəcək? Bunda yazdılar 0.5. i bölünsün 2, i bölünsün 2. Yenə birləşib buradan i keçəcəkmi? Bəli. Əla. Gəlin belə rəqəmlərimizi də yazaq. Bu 4, yuxarıki 2-dir, ortadakı 3, bu da 1. İndi baxıram nə? Deyir ki, kütlələri. Maillərdə ayrılan kütlənin üstünə nətər idi? M bərabərdir K vurulsun. Kavurulsun. Bu da bizdə uşaqlar K, I, T verirmi? Aha, bəli. Demək, eyni elektrolitik vannadır. Zaman da eynisə M-lə I necə asılıdır? Düz mütənasib. Düz mütənasib asılır. İndi gəlin baxaq. Onda belə çıxır ki, 4 ilə 1. Bir-birinə nə olacaq? Bərabər. Bərabər. Və böyükdülər nədən? 2 və 10 cəmlərlə. cəmlərini yazmayaq da bizə cəmlərini yazmaq olar. Cavablar ilə istəyonsuz. Yazaq ona cəmləri M2 üstə gəl M3-ə. Və yaxud da M2 üstə gəl M3 bərabərdir M4-ün yarısı və yaxud da M1-in yarısı yazmaq olar da. Bəli. Aha, görə belə bir cavablardan hansı götürə bilərdir? B variantı. Bax, burada üstəlik yazmayaq, bərabər yazaq. Çünki 2 ilə 3 də bir-birinə bərabərdir. Və o da M4 ilə M1-in yarısına bərabər. Cavab olacaq B variantı. Aydındır. Aydındır mənim. Sonra 11. 11. Deyir bərabər bölgülüdür. Kübü və küçük yüklərinin müsbət
yükünə göstərişlər yekun elektrik qüvvəsini istiqamət göstərmiş. Buna əsasən Q1 bölü Q2 nə hesablayaq? Baxın uşaqlar. Q2 bunu yuxarı itələyib deməli, düzdürmü? Düzdür uşaqlar. Bu oldu Q2. Q1 də bunu sağa itələyib. Özün isə dama. Bir dama. Yaxşı. Onda gəlin belə eləyək. Buna əsasən deyir F şeylər nisbətdən tapaq. Yaxşı. Bura yazaq F1, bura yazaq F2. Proyeksiya ayırdım o qüvvəni. Yox, tərsini eləyək. Bura yazaq 2, bura yazaq 1. İndi gəlin belə eləyək. F1 üçün qüvvənin düsturunu yazsaq. Yüklər arasında yaranan qüvvə bizə Coulomb qüvvəsi, düzdür? Bəli. Sağa vurulsun. F1 üçün yazıram. Q1 vur Q bölünsün bunlar arasındakı məsafə neçə damadır? Neçə damadır? 3. Nə kvadratı? 9 yer kvadrat. 9. Elə 9 yaza keçsin. Bir də ikinci için yazıram. F2 için. F2 bərabərdə K vurulsun Q2 vur Q bölünsün. Q2 ilə Q'nin arasında neçə dama var? 2 dama. 2 dama. Oldu neçə? 4. Yaxşı. Birinci qüvvə neçə damaya bərabər idi? Birinci qüvvə. 1. 1. Bəs ikinci qüvvə? 3. 3. İndi uşaqlar bunları gəlin tərəf-tərəfə bölək. Tərəf-tərəfə bölsəm K'lar gedəcək. Q'lər gedəcək. Yerdə nə qalacaq uşaqlar? Q1 böl 9. Bu da tərsini çevirdi. 4 bölünsün Q2 bərabər 3'də 1'ə. Düzdür. Onda mən 3'də 4 olmayacaq. Bununla da bu gedəcək qalacaq 3. Onda bizdən Q1 bölünsün Q2 bərabər olacaq nəyə? 3 bölünsün 4'ə. 4 3 bəldə var. Cavab olacaq B variantı. Bax, çox maraqlı məsələdir uşaqlar. Qəşəng məsələdir. Bu formada məsələ dində yoxdur. Yəni görməmişik. Davam eləyək. Müəllim 12 13 var idi. 12 heç 13. Yəni 12 inşallah keçəcəm sizə mövzuları. Deyir ki, kütləsi 2 kiloqram, dartı qüvvəsi 16 newton olan cisimlə səth arasında sürtünməsi budur. Cismin təzini hesablayır. Gəl əvvəlcə belə eləyək. Dartı neçədir bizdə? 16. Kütlə neçədir? 2. Gəlin sürtünməni tapaq. F sürtünmə nəyə bərabərdir? Mü vur en yaza bilərəm də. Bəli. Müyümüz 0.4. Reaksiya qüvvəmiz isə eləcək 20. Buranda neçə eləyir? 8 newton eləyir. Bəli. İndi baxın, bu cisimimiz. Bunu 16 ilə dartıram. Sürtünmədə 8-dir. İndi əvəzləyici qüvvəni yazsam, EMA nəyə bərabərdir? F dart çıxılsın F sürtünmə. Yəni 16 çıxılsın 8. Neçə eləyəcək? 8. Onda A-nı tapaq. 8 Dörd. bölü 2, 4. Aydındır. Bəli müəllim. Aha, sonra 15 var idi mənim. deyir kök altında kiloqram vur, kulon vurulsun volt. Deməli M Q U. QU bizə QU-dan yazsaq işi. QU bizə nəyi verir? İşi verir, düzdürmü? Bəli, mən. Bunun da işin də yerinə P kvadrat kim yaza bilərəm? Kinetik enerji düsturu. Newton vurulsun metr çıxır da. Ehtiyac yoxdur. Yəni bu düsturu yazdım, buradan çıxır P. Yəni impuls. Hı. Düz deyirsən, Newton vurulsun. Yox, Newton vurulsun metr çıxmaz. Newton bölünsün metr olar. Həm Joule Newton vurulsun metr deyil. Nədə var axı? O bu metr deyil axı, baxın, bu kiloqramdır. Mən çaşdım mən. Hə. Davam eləyək. Sonra hansına baxım? Müəllim 19. 29 19. 19-cu sualda 2-3 yazmış, onun 2 çıxıb. 3 niyə olmasın? Kinetik enerjisindən gizli Üç cəriyyəni cavab 2 3 Baxın. Deyir tezlik artarsa
aşağıdakı kəmiyyətlərdən hansı artar? Tezlik artırsa bu səbəbdə nə varsa hamısı artacaq. U ləngidici, Mən düz yazdım. kinetik, sürət, impuls. Hamısını eləyəcək. Artacaq. Artacaq. Doyma dərəcəsində çıxırsan, ləngidici gələcək artacaq, kinetik enerji artacaq. Səhv yoxlamışım. Aha. 20 Sonra- vardı müəllim. Necə? 20 sual. 20. 20. Bax yenə o impulsun dəyişmə düsturu vardı. Delta P, F'dir. F vurulsun T. Baxın indi. F tapıldı. Qüvvət tapsam, delta P bölünsün T. Kalsın yazdım. Delta P'miz nə qədərdir? 2P. Bəli. Sıfırdan bura qalxdı. T. 2P. Bölünsün Bəli. T. Bəs FL üçün tapsam. FL'imiz indi 2P'dən 3P'yə delta P'miz nə qədər eləyir? P bölünsün T. P bölünsün T. Onda nisbətini tapsam bunlar ikisi neçə eləyəcək? 2. 2. Mənim 3 ilə yazmadınız. 3 Hə, fərqini tapdınız oradan. delta P daxil, Hə. delta P. Bəli, mənim. Bəli. Mən Aydın. 3 ilə yazmışam. Bildim. Aha. Sonra 28. 28'e qədər. Yoxdur ki. Yoxdur. Xeyr, mənim. Baxaq. Bir aktiv müqaməti 50'dir. Deməli, R bərabərdir 50. Sonra U maksimal neçədir bizdə? 20 kökdə 2. Gücü hesabla. Şuralar, zaman verilmir bizə. Aktiv ateşin cəryan keçir. Nağız sərf edən gücün neçə watt olduğunu hesabla. Aktiv müqamət. Hə, zaman ehtiyac yoxdur gücdə. P bərabərdir. U kvadrat bölünsün R. Əgər siz maksimalla yazmaq istəyirsinizsə, bölünsün 2 olmalıdır. Niyə? 20'ni hesaplasın. Yəni ki bizdə U maksimal nəyə bərabərdir? U bölünsün kökdə yox. U nəyə bərabərdir? U maksimal bölünsün. 2. Gətirib yerinə qoysam U maksimal kvadrat bölünsün 2 eləcək kökdən çıxacaq. Düzdürmü? Ya da elə birbaşa buradan U-nu götürəcəksən, 20'ni böləcəksən 50'yə. Yəni 20 kvadratını 50'yə. Baxaq indi U maksimalla gedirəm mən. U maksimal yazmışam. U maksimal 20 kökdə 2'dir. Kvadratı neçə eləyəcək? 400 vurulsun 2. Bölünsün 2R. R'imiz neçədir? 50. 50. 2 vur 50, 100. Sıfıra geri qalır neçə? 8 watt. 8. Aydındır. Ha ben Davam eləyək. ben de 26, 27 qalmaz ki əvvəldə və yaxud da bu neçədir? Situasiyalar Xeyr, mənim. yoxdur. Ülkər sənin. Mən sınağı yazmamışdım o görə. Ay sənin tənbəl Ülkər. Niyə yazmamışdın? Hə Ülkər. Mən ikisini yazmışdım. 3 eləmək lazımdır. Çalışın ki verilən tapşırığın hamısını yerinə yetin. Yaxşı uşaqlar. Yaxşı mən. Deməli 29 günümüz qaldı. Ona görə biraz da məsuliyyətinizi artırın. Ya da 30 günümüz qaldı. Nəysə də belə bir şey. Yaxşı. Bu bizim sınağımız. Sınağımızdan uşaqlar. Kim hansı sualı başa düşmürsə, bax bir səhifəni çevirirəm. Hansı sual desəz onu izah edeyim. Yoksa bu değildi bizim sınavımız. Buydu müəllim. Bu değildi. 4. gruptan saydım. Bu deyil Bu də. dördüncü grupta. Bu dört. Mən ikinci sual gördüm 500 cez. He, Bayağı çok bir okuydu. İba bu sınavı. Oxşuyur. Hansını desəz izah edeyim. Benim bu 45 var diye. 45 Böyle. bu. Hı. Bakın difraksiya qəfəsi çəkirəm sizin üçün. Bu da bizim ekranımız.
Baxın uşaqlar, diffraksiya qəfəsinin uzunluğunu mən L hərfi ilə işarələyəcəm və təsəvvür edin ki, burada n dənə cizgi var. Onda mən bir dənəsinin uzunluğunu tapmaq istəyirəmsə, yəni qəfəs periodunu tapmaq istəyirəmsə, D-nin tapmaq nə edəcəm onda uşaqlar? El bölünsün. Ümumi uzunluğu böləcəm saya. Gəlin bölək tapaq. 1 millimetr uzunluğu. 1 millimetr neçə metrdir? 10 üstü mənfi 3 metr. Bölünsün 500. Bu da uşaqlar bizə 0.2 2 vurulsun. 10 üstü mənfi 5 yaza bilərəm. Bəli. Və yaxud da 2 vurulsun 10 üstü mənfi 6. Sonra deyir ki, tezliyi bu qədər olan və bu qədər də işıq sürətidir. Ən böyük tərtibini hesabla. Bax, D sinus fi bərabərdir K vurulsun lambda. Maksimum tərtib dediyinə görə sinus fi neçə olacaq bizdə? 1. Bir. Onda K'nı tapsam olacaq K bərabər D bölünsün lambda. Yine D'mizi ise tapdıq. 2 vurulsun 10 üstü mənfi 6. Lambdamız. Lambdanın da yerinə nə edəcək inşallah? Lambda bərabərdir. S bölünsün Newton'u xatırlayırsınız. Bəli. Gəlin ayrıca hesablı yaparaq koyaq yerinə. S'miz 3 vurulsun 10 üstü 8. Nü'miz 6 vurulsun 10 üstü 14. 6 ilə 3 çıxsa gedir qalır 0.5. Buna da bu gedir vurulsun 10 üstü mənfi 6. Düzdür mü? Bu da olur onda 0.5 vur 10 üstü mənfi 6. 10 üstü mənfi 6'lar gedir. 0.5'də 2'də 1 deməkdir. 2'də 1 də qalxır yuxarı olur neçə? 4. 4. Sonra o 10 dənə səhviniz vardı Ləmanla Fatimə, amma cəmi bir dənə sual vermişsiniz. Mənim səhvlərin çoxsun bildiyi nədədir? Gəlin baxaq 59-cu suala. Əksəriyyət səhv yazmışlar bunu. Deməli 300. Burada olacaq neçə? 300. Onda 300. ümumi yuxarı qüvvəmiz neçədir? 600. Aşağı nə qədər olmalıdır onda? 600. 500 var, 100 olmalı. 500'ün var. Olmalıdır MGM 100. Onda kütləmiz kilogramdır. 14. O. Yaxşı. Bu ip elə bizim dayaq rolunu oynayır. Düzdürmü? Bəli. İndi bax. Mənə deyir ki, bu 10 kilogramlıq hardan asmalıyam? Bax, 50'nin qolunu neçə damadı? 1. 50 vurulsun 1. Bərabərdir. 10 vurulsun x yadıdan. Yəni x damadan. X'i tapsam neçə dama eləyəcək? 5. İpdən Beş. sayıram. 1 dama, 2 dama, 3 dama, 4 dama, 5 dama. Deməli, hardan düşür? S-dən. S və 10.